17-ci sualımızdan baxaq. Kater 40 kilometr çayın axını ilə yenə V kater üstə gəlinsin V çay. Çünki axın ilə deyir. 8 kilometr axını ilə 40 kilometr getdi. Vurulsun T bərabərdir 40 kilometr. 8 kilometr durğun suda getdi. Durğun suda gedəndə uşa təkcə katerin sürətidir. V kater vurulsun T nə qədər getdi? 8 kilometr. Bərabərdir 8-ə. Çayın axma sürəti 5-dir. Haradakı kater gördük? Yox, çayın sürəti 5-dir. Bura gətirdik, yazdıq 5. Bütün yola da 2 saat vaxt sərf eləyib. Yəni, burada da hər ikisinin T'ləri tapacağıq. Toplayıb bərabər eləyəcəyik 2 saata. Gələk baxaq. Buradan T'ni tapanda T bərabər olur. T1 qeyd eləyək də. 40 bölünsün. V kater üstəgəl 5-ə. Vurma bu üzə keçəndə bölmə. Bu birisindən də T'ni tapanda bərabər olur 8 bölünsün V kater. İndi deyir ki, T2-ni tapanda. Cəmi bizə deyir ki, 2 saat vaxt sərf eləyib bütün yola. Yəni, bununla T1 ilə T2-ni toplayıb biz bərabər eləyəcəyik 2-yə. 40 bölünsün V kater üstəgəl 5 üstəgəl 8 bölünsün V kater bərabərdir 2-yə. Ortaq məxrəc eləyək. Kater vurulsun V kater üstəgəl 5 40 V kater üstə gəlinsin 8 V kater üstəgəl 5 dəfə 8 40. Bərabərdir 2. Çarpaz vursaq bunu vuranda V'nin kvadratı 2V'nin kvadratı üstəgəl 10V bərabərdir. 40-ın üstə 8 gələndə 48, digər tərəfə çıxman eləyək. Yerimiz azdır 48V. Üstəgəl 40 da bu üzə keçəndə 40 bərabərdir 0. Deməli oldu 2V kvadratı üstə gəlinsin. Üstəgəl yox, çıx 38V çıx 40 bərabər 0. Sıranın hamısını 2-yə bölsək, buradan yer ayırım. V'nin kvadratı üstəgəl çıx 19V çıx 20 olur da bizdə 20. İndi bunu da bərabərdir 0. V-lə fikirləşək getsin. Hansı ədədləri vuranda mənfi 20 toplayanda müsbət 19 eləyir. Müsbət 20 ilə mənfi 1-i vuranda mənfi 20 toplayanda müsbət 19-dur əksinə. Sürət də mənfi ola bilməz. 1 oldu kənar kök. Cavabımıza neçə tapdıq? 20. İndi bizə deyir nə? Katerin öz sürətini elə V kateri axtarırdıq. Cavabımız da 20 oldu. A variantı 17-ci sualımız. Yəni, diqqətli olanda, ardıcıl yazanda, yəni yazmaq o qədər də çətin deyil. Bir neçə dəfə izləyib baxmaq lazımdır ki, tam dərk eləyəsiniz. 18-ə baxaq. Görək 18 nədir? Deməli, 18-də aralarındakı məsafə 73,2 kilometr olan iki məntəqədən qarşı-qarşıya sal və kater gəlir. Yenə mütləq sal çay istiqamətində gəlir. Çünki sal taxtadır da, o əksə gələ bilməz. Amma kater bu üzdən. Deməli, sal buradadır, onda kater əksə gedir. Bu özü deməsə də sən bunu düzgün başa düşməlisən ki, kater əksə gedir. Aha. Sal eyni zamanda yola düşdü. Katerin durğun suda sürəti 18,3-dür. Çayın sürəti neçədir? Deməli, salın sürəti elə çayın sürəti deməkdir. V sal üstəgəl, yəni V çay da yaza bilərik, salda fərqi yoxdur. V kater. Aha. Neçə saat sonra görüşər? Vurulsun T. Yol bitəndə görüşəcəklər də. Ofşu yol 73,2-dir. Bu buradan gəl, bu buradan görüşəndə yol bitmiş olacaq da. Yəni, bərabər olsun 73,2. Katerin durğun sudakı sürəti neçədir? 18,3. Hə, burada bir şey səhv yazdım. V kater üstəgəl V sal olar da. Çünki bu üstəgəl yox, çıx. Çünki əksə gedir axı bu. Deməli, bu buradan gələndə V-dir. Müəyyən saata gəlirsə, bax, V vurulsun T olacaq. Bu isə
Kater əksə gəlir axı. Ona görə V katerdən V salı çıxamalıyıq. Bir də deyirəm, düzgün başa düşün, bax, yazılışı. Bizə deyir ki, bunlar qabaq-qabağa gəlir. Məsələn, tutaq ki, bu V saldır. Müəyyən 3 saata məsələn gəlir də, vurmalıyıq 3-ə də, vurduq T-yə. İndi katerdə üzü geriyə gəlir axı. Katerin sürətini tapanda V katerdən çıxırlar V çayı. V çayda elə salın sürətidir də. Çayın, çünki sal taxtadır, özünün sürəti yoxdur ki, çayın sürətidir. Bunu da müəyyən hansısa T-yə vurduq. Bunların ikisinin yolunu topladıq, bərabər elədik 73/2. Katerin sürətində özü verib ki, 18/3-dür. Vəssalam. Gələk indi buradan baxaq. Deməli, VT üstə gəlinsin. 18/3-ü T-yə vuranda 18/3T çıxılsın. V-ni T-yə vuranda VT bərabər 73/2. VT-lər buradan getdi. T də bərabərdir. 18/3, 73/2, 73/2-ni bölərik. 18/3. T də bərabərdir. Yəni ki, 4 olar da. 4 dəfə 3, 12, 2, 1 yadda. 4 dəfə 8, bəli, 4 dəfə. Neçə saat sonra? 4 saat sonra. A variantı. Çox yaxşı suallardır. Gələk 19-a baxaq. Eyni vaxtda iki körpüdən qarşı-qarşıya kater və sal yola düşdü. Yenə qarşı-qarşıya. Yenə sal həmişə çay istiqamətinə gələndir. Bax, bura saldır. Buradan da əksə gələn katerdir. Əksə gəlir ha. Yenə öz sürətindən salın sürətini çıxacaq. Çünki salın sürəti deyir, amma salın sürəti ilə çayın sürətidir. Aha. Kater 30 kilometr getdikdən sonra eyni iki körpüdən qarşı-qarşıya gəlir. Kater 30 getdikdən sonra o biri körpüyə çatdı. Buradan bura kater deməli 30 gəlib. Buradan bura yol onda 30-dur. 30-dur. O biri körpüyə çatdı və geriyə 20 qaydanda sala çatdı. Təzədən bura qədər elə bil bu istiqamətlə gəldi kater. 30 gəldi. Bir də təzədən geriyə 20 qaydanda, 20 geriyə qaydanda gəldi sala çatdı. Bu deməkdir ki, kater 50 kilometr yol gedib. Aha. Çayın sürəti hər yerdə 4-dür. Katerin sürətində. Çayın sürəti 4-dürsə, sal təkcə deməli 20 gəlib də. Salın da sürəti elə 4-dür. 4 vurulsun T bərabərdir 20-yə, T bərabərdir 5-ə. Deməli, sal cəmi 5 saat yolda olub. İndi gələk katerə baxaq. Katerin sürətini verməyib ki, bizə yox. Katerin sürətini tapmalıyıq. Deməli, V kater çıxılsın V sal. Salınkini də çayınki də elə 4 özü verib. Vurulsun 5 saat. Çünki bunun gəlməyi, qayıtmayı hamısı 5 saat eləyəcək də. Vurulsun T. Üstə gəlinsin. Bir də əksinə gəlib 20. Çay istiqamətinə gəlib. V kater. Üstə gəlinsin 4. Vurulsun T. Bu 30-a bərabərdir. Əksə getdiyi yol 30-dur. 30. Dəqiqə. Bu isə 30-dur. Bu əksinə çay istiqamətində gəldiyi yer. Bu isə 20-yə bərabərdir. Vəssalam. Bax, bu ikisindən tapacağıq. Görək necə tapırıq. Deməli, bu buradan cəmi də T1 ilə T2-nin də cəmi bizdə 5-ə bərabərdir. T-ni tapanda 30 bölünsün V kater çıx 4. Buradan T-ni tapanda 20 bölünsün V kater üstə gəl 4. Cəmi nə qədər vaxt sərf eləyib deyir, getməsi, qayıtması 5 saat vaxt sərf eləyib. Çünki bax, bu buradan gəldi, bu geri qayıdıb sala gəldi. Sal ancaq 20 gəlib. Bu o deməkdir ki, sal dayanmayıb ki, kater gedib gəldikcə sal da gəlib. Yəni, sal 5 saat
davam edibsə, kater də 5 saat davam edib. Ortaq məxrəc eləsək, aşağısı müxtəsər vurma düsturudur. Olur V-nin kvadratı çıx 16. Yuxarı olur 30V, üstəgə 120, üstə gəlinsin 20V, çıxılsın 80 bərabərdir 5-ə. Buradan deməli oldu 5V kvadratı, bircə dəqiqə. Çox uzundur məsələlər, həm də yer aparır. Aha, bu təmliyi həll edirik təkcə. Aha, çarpaz vuranda 5V kvadratı çıx 80 bərabərdir. 30V ilə 20V, 50V, üstə gəlinsin 40. 5V kvadratı çıx 50V, çıx 40 digər tərəfə mənfi ilə keçir, 120 bərabər 0-a. Hər tərəfini 5-ə bölsək, V kvadratı çıx 10V, çıx 5-ə böləndə deməli neçə olacaq? 24 bərabər 0. Hansı ədədləri vuranda 24 toplayanda 10 eləyir? Müsbət 10, 2 ilə mənfi 2-ni vuranda mənfi 24 toplayanda isə müsbət 10 eləyir. Mənfi sürət olmaz kənar kök. Cavabımız 12 olar. Deməli, katerin axınla sürətini tap. Katerin axınla sürətini deyəndə çayla katerin ikisinin də sürətini toplamaq lazımdır. 12 üstə gəlinsin 4. Çayın sürətini çünki 4 özü verib də bərabər oldu 16-ya. Bizim 19-cu sualımız. Yenə deyirəm uşaqlar, bunu əvvəlcədən yazmamışam, indi yəni hazırlayıram. Ona görə biraz yəni cüzi mexaniki səhvlər falan olanda təzədən bir də qayıdıram və yavaş-yavaş yazıram ki, səhv buraxmayım. Sizdə məsləhət görürəm, bir neçə dəfə baxasınız. Yəni baxdın suala, yəni bitəndən sonra özün yazmağa çalış. Özün yazmağa çalış. Əgər səhv eləyəndə bir də bax. Bu qayda ilə ancaq öyrənmək olar, dərk eləmək olar. Bir dəfə səthi baxıb keçsən bir şey öyrənmiş olmayacaq. Deməli, gəldik, baxdıq 20-ci sualımıza. Görək 20-də nə deyir bizdən? 20-ci sualda. Kater 36 kilometr çayın axın istiqamətinə və 16 kilometr göldə getdi. Yəni, V kater çıx, V çay vurulsun T. Bu, axın istiqamətinə toplama. Bərabərdir 36-ya. Və 16 göldə getdi. Göldə gedəndə çayın sürəti olmur. Elə V kater vurulsun T bərabərdir nəyə? 16-ya. Bütün yola 5 saat sərf etdi. Çayın da sürəti 4-dür. Harada çay görürsək, bura 4. Bütün yola 5 saat sərf etdi. Bütün yola 5 saat sərf etdi deməkdir ki, yəni T-ləri tap, topla 5-ə bərabər elə. Buradan T1-i tapanda T1 bərabər olur 36 bölünsün V kater üstə gəl 4-ə. T2 də bərabərdir, bunu T2 yazaq, 16 bölünsün V kater. Deməli, biz bunların T1 ilə T2-nin ikisini də toplayıb 5-ə bərabər eləyəcəyik. Niyə? Çünki deyir ki, ikisinə bir yerdə 5 saat vaxt sərf eləyib. Yəni, T1 ilə T2-ni topla 5-ə bərabər. Ortaq məxrəc eləyək. Ortaq məxrəc bunların hasilidir. V-nin kvadratı üstə gəl 4V. İndi oldu 36V, üstə gəl 16V, üstə gəl 48. Bundan bunu ortaq məxrəc 48 yox, 64. Üstə gəl 64. Bərabərdir nəyə? 5-ə. İndi gələk baxaq. 5V kvadratı, üstə gəl 20V, çıxılsın, bundan bunu toplayanda 40, 52V, çıxılsın 64, bərabər 0. 5V kvadratı, 20 çıx 32V, çıx 64, bərabərdir 0-a. Hə, burada biraz da çətinlik var. Bu 5-ə bölünmür, viyyətlə tapa bilməyəcəyik. Biz bunu diskriminantla tapmalıyıq. Baxaq. Görək, mexanik hələ səhv eləməmişik. Baxaq, görək bunu tapaq.
Neçə saniyəlik hesablayım. Bunun diskriminantından çıxdı 48. Ve bir də bərabərdir müsbət 32. Çıx olan versiyanı yazmıram. Üstəgə 48 bölünsün 10. Çünki bu 5V'dir də 2 aya bölürük. Bu da bərabərdir 70, 80 böl 10 bərabərdir 8-ə. Vəssalam. Deməli bizdə deyirdi katerin durğun suda sürətini tap. Durğun suda sürəti 8-ə bərabər oldu. 20-ci sualımızın cavabı oldu 8. Gələk 21-ə baxaq. Görək 21-də nədir? Kater 24 kilometr çayın axını ilə, yəni yenə V kater, üstə gəlinsin V çay, vurulsun T bərabər 24. Və bu qədər də axın əksinə gedərək, V kater çıxılsın V çay, vurulsun T2, çayın əksinə bu qədər gedib. Yəni elə 24 yol gedib. 5 saat sərf etdi. Çayın sürəti də 2-dir. Burada hər yerdə 2 yazırıq. Yenə T1 ilə T2-ni tapıb toplayıb 5-ə bərabər eləyəcək. T1-i tapanda 24 bölünsün V kater üstə gəl 2-dir. T2-ni tapanda 24-ü bölürük. V kater çıxılsın 2-yə bərabərdir. Cəmi nə qədər vaxt sərf eləyib 5-ə. Ortaq məxrəc bunların hasilidir. V kvadratı müxtəsərlə çıx 4 deməkdir. Burada 5. Burada 24V çıx 48. Üstəgə 24V üstəgə 48. 48'lər getdi. 5V kvadratı çıxılsın 20 bərabərdir. 48 bunu da çıxına yazaq. Çıx 48 V bərabərdir 0-a. Sıra yenə 5-ə bölünmür. Diskriminantı yenə tez hesablayım. 48'in kvadratı. Üstə gəlinsin 5 dəfə 4, 20, 400. Hardasa mexaniki səhv elədik. Bircə dəqiqə görün bunun hesablamasında səhv eləməmişəm ki. 24 bölünsün V kater üstə gəl 2, 24 bölünsün V kater çıx 2 bərabərdir 5-ə. Bura qədər zənnimcə düzdür. Digər yeri bir də silək, təzədən baxaq. Deməli, məxrəc olur V-nin kvadratı çıx 4, sürətdə oldu 24V, çıx 48, üstəgə 24V, üstəgə 48 bərabərdir 5-ə. Bunlar getdi. 5V'nin kvadratı çıx 48V, çıx 20. Bərabərdir 0-a. 2 dəqiqə baxım, indi görüm diskriminantı düz gələcək. 48'in kvadratı üstə gəlinsin 4AC 20 vur 20. Buradan D bərabərdir 52 olarsa, D 52'dir. Onda V1 bərabərdir 48 çıx variantın yox, 48 üstə gəl. Deməli, 48 üstəgə 52 bölünsün 2 ayda 10. 100, 100'ü də 10'a böləndə 10.
Vəssalam. Cavabımız oldu. Katerin durğun sudakı sürətini soruşur. Bu da neçə olar? 10 olar. Gəldik, baxdıq 22-ci sualımıza. Kənddən 12 kilometr məsafədə olan şəhərə 2 piyada yola düşdü. Birinci, kənddən 12 kilometr məsafədə. Birinci piyadanın sürəti ikincidən 1 saat çox olduğundan birinin sürəti V-dir, o birisininki isə V plus 1-dir. Şəhərə 1 saat tez çatır. Təbii ki, bu sürəti çox olan tez çatacaq da. Məsələn, bu 1 saata çatanda bu 2 saata çatacaq da. Onda T plus 1-ə. Bax, tərsinədir. Sürəti çox olan az saata çatır, 1 saat tez. Sürəti az olan 1 saat gec çatır. Aha, 1 saat tez çatır. Birinci piyada yolu neçə saat vaxt sərf etmişdi? Bunların da hər ikisinin deməli kənddən 2 piyada yola düşdü. Birinci piyadanın sürəti ikincidən oyun məsafədən 10 şəhərdən. Hər ikisinin yolu nəyə bərabərdir? Bilirik ki, 12-yə bərabərdir. Hər ikisinə qədər gedib 12, bu da. Gələk buradan baxaq, görək necə eləyirik. VT üstə gəl V bərabərdir 12. VT üstə gəl T bərabərdir 12. Aşağı hissəni mənfiyə vursaq, onda belə çıxır ki, VT-yə bərabərdir də. Bundan bu getdi. V çıxılsın T bərabərdir 0-a, V bərabərdir T-yə. Deməli, birinin sürəti ilə o birisinin saatı bir-birinə bərabərdir. Yolu neçə saata getmişdir? İkincidən çox. Bu birinci piyadadır özdə. Çünki birincinin sürəti deyir, ikincidən çoxdur. Bu belə. V-ni yerinə T qoysaq, onda oldu. T plus 1 vurulsun T bərabərdir 12. Təbii ki, buradan da T-nin 3 olduğu çıxır da. Çünki 3-ün üstünə 1 gələndə 4, 4-ü 3-ə vuranda 12 eləyər. Bizdən nəyi soruşurdu bu? 22-ci. Birinci piyada neçə saat vaxt sərf eləyir? 3 saat. T bərabərdir 3. Vəssalam. Bu da bizdə 22-ci sualımız. 23-ə gələk baxaq. Sonuncu məsələmizə. Qatar sürətini 18 artırmaqla 420 kilometr vaxtda 3 saat qənaət etmiş oldu. Yəni, sürətini 18 artıranda V üstə gəl 18. Yola 3 saat qənaət etmişdir. Yəni, T çıx 3 olmuşdur. Bayaqdan məsələn 5 saat etsə, indi olacaq 2 saat. Belə deməkdir də. Nə qədər yola? 420 kilometr yola. İndi bir də gələk baxaq. Əgər sürətini artırmasaydı V, T-yə də qənaət etməsəydi, təbii ki, elə bu 420 kilometr olardı da. Deməli, 18 artırmasaydı. V vurulsun T, yolumuz 420-dir. Gələk baxaq, görək buradan neyinə bilərik? Vurub açanda VT üstə gəl 18 T çıx 3V çıx 54 bərabərdir 420. VT-nin də cavabı yenə bizdə nəyə bərabərdir? VT də burada var, 420-dir. Hər tərəfdən 420-ləri silsək, onda oldu. 18 T çıx 3V bərabərdir 54 də digər tərəfə keçəndə 54. Sıranın hamısını 3-ə bölsək, 6 T çıx V bərabərdir 18. Belə olar da. İndi buradan da deməli, biz nəyin cavabını tapaq? T-nin cavabını tapaq, yoxsa V-nin? V-nin cavabı tapsaq, V bərabər olur 6T çıx 18-ə. V bərabərdir 6T çıx 10, 18 aşağıdan yazıb. Buradan gətirib yazaq. V-nin yerinə yazaq. 6T çıx 18 vurulsun. Bu T bərabərdir 420. Vəssalam, bu sistemi həll eləsək bizə bəs eləyəcək. Bax bunu. Bir gedək.
Silim yerim çatmır. Oldu. 6t kvadratı çıx 18t çıx 420 bərabər 0. Hər tərəfini 6-ya bölsək çıx 3t çıx 70 bərabərdir 0. Bu da vuranda 70, toplayanda 3 eləyən 10-dan 7 olar da. Müsbət mənfi 10-dan müsbət 7. Vuranda yox, müsbət 10-dan mənfi 7. Vuranda mənfi 70 eləyir. Toplayanda müsbət 3-də əksinə bu. Bu mənfi 7 kənar kök olar. Cavabımız olar 10. İndi bu bizdən nəyi soruşur? Qatarın ilkin sürəti neçə kilometr saat idi? Biz t-ni tapdıq. Bizdən indi bu qatarın ilkin sürətini deyir. V vurulsun t bizdə bərabər idi 420-yə. T-nin cavabına 10 tapdıqsa V də bərabər 420-ni 10-a böləndə 42 olar. Cavabımız oldu 42. Bugünlük bu qədər. Sağ olun.